Futbol deyəndə ağlımıza böyük stadionlar, yaşıl meydanlar və möhtəşəm atmosfer gəlir. Amma reallıqda elə stadionlar var ki, orada futbol oynamaq yox, dözmək lazımdır. Bu gün sizə dünyanın müxtəlif ölkələrində yerləşən, futbolçuların qorxulu yuxusuna çevrilmiş ən pis stadionlardan danışacağam. Gəlin, başlayaq. İlk stadionumuz Peru'da yerləşən Estadio Nacional de Lima'dır. Bu stadion illər boyu bərbad örtüyü, zəif drenaj sistemi, yağış yağanda gölə dönən meydan ilə məşğul olub. Futbolçuların dediyinə görə burada oynamaq texnika yox, tarazlıq oyunudur. Bir sürüşmə, bir səhv addım ciddi riskidir. İkinci stadionumuz Stade de Quintela Congo. Növbəti stadion Kongoda yerləşən Stade stadiondur. Bu stadion kağız üzərində yeni olsa da, baxımsız tribunalar, qopmuş oturacaqlar, təhlükəsizlik boşluqları ilə tanınır. Azarkeşlər üçün riskli, futbolçular üçün isə tam stres məkanıdır. Estadio Ramon Sanchez Pizjuan. Bəli, ad sizi təəccübləndirə bilər, amma Estadio Ramon Sanchez Pizjuan uzun illər çox pis vəziyyətdə olub. Paltar dəyişim otaqları bərbad, havalandırma yox səviyyədə, tribunalar köhnə və narahat. Təmir olmasaydı bu stadion bu gün də siyahıda qalardı. Stade du 20 Août 1955 Əlcəzair, Azərbaycan dilində belə oxunur. Əlcəzairdə yerləşən Stadio ardını oxumuram çünki Azərbaycan dilində tərcüməsi biraz qəribədir. Afrikanın ən problemli stadionlarından biri hesab olunur və buradakı problemlər beton tribunalar çatlayır, təhlükəsizlik tədbirləri zəifdir, onun zamanı isə xaos olur. Burada futbol atmosferi var, amma təhlükəsizlik yoxdur. National Stadium of Suriname Suriname. Bu stadion uzun müddət FIFA standartlarına cavab verməyib. Surinam milli stadiondur. Köhnə infrastruktur, pis işıqlandırma, otortununda ciddi problemlər səbəbilə beynəlxalq oyunları tez-tez qadağa alıb. Yəni bu stadion uzun illər FIFA onayı almayıb oynamaq üçün. Qədim və məşhur olsa da Estadio Olimpia baxımsızlığı ilə tanınıb. Hündürlük səbəbi ilə fiziki əzab, köhnə tribunalar, təmirə ehtiyacı olan infrastruktura malikdir. Futbolçular üçün burası həm meydan, həm də sınaq zonasıdır. Çünki həqiqətən də elə oyunlar olur ki, futbolçular gedib nəfəs alma aləti ilə oksigen alırdılar ki, yəni o qədər yüksəklikdə idi və nəfəs almaq olmurdu burada. Və oyundan sonra da yəni həm sağlamlıq üçün təhlükəli idi və azarkeşlər belə adlandırdılar ki, axırda burada kimsə öləcək. Senegalda yerləşən Stade Lat Dior bərbad drenaj sistemi ilə tanınır. Bərbad drenaj sistemi ilə. Biraz yağış yağdısa meydan palçığa dönür. Top hərəkət etmir, oyun keyfiyyəti sıfıra düşür. Bu stadion futbolunun düşmənidir desək yanılmarıq. Estadio Felix Sanchez Dominikan Respublikası. Bu stadion uzun müddət baxımsız otortuyu, zəif tribunalar, azarkeş üçün narahatlıq ilə gündəmə gəlib. Bir çox komanda burada oynamaqdan narazı qalıb. Bu stadionların hamısı bir ortaq cəhəti var. Futbola hörmətsizlik. Stadion pisdirsə, futbolçu risk altındadır, azarkeş əziyyət çəkir, oyunun ruhu ölür. Ümid etsək ki, gələcəkdə futbol yalnız böyük adlarla yox, layiqli stadionlar xatırlanacaq. İndi sual sizədir. Bu siyahıda sizi ən çox təəccübləndirən stadion hansıdır? Şərhlərə yazın, videonu bəyənin və kanala abunə olun.